öləndə özümüzlə heç nə aparmırıq. Nə titul, nə də əmlak, nə qızıl, nə də gizlətməyi planlaşdırdığımız yaralar. Əlimiz boş gedirik, ciblərimizlə tamamilə boş. Şəkillərimiz saflanılır, hansısa çəkməcədə. Təbəssümümüzdən bəri heç kimin paylaşa bilmədiyi bir şey. Bir varis evi alır, digəri heç vaxt taxmadığı üzüyü alır. Ən sadiq varis inventarın qayğısına qalmaqdan baş ağrısı alır. Dəhlizdə səslər yüksəlir, gizli maraqları aşkar edir. Əldə edə biləcəkləri hər şey haqqında mülkümüzdən. Öləndə əlimiz boş gedirik, şəxsiyyət vəsiqəmizi belə götürmürük. Açarları qoyduq, maşınları qoyduq, qalaları qoyduq, zinət əşyalarını qoyduq. Getmək vaxtı asandır, döyüşmək vaxtı çətindir. Varislər malikanə uğrunda vuruşacaqlar, otaq qazanı uğrunda, hətta tualet kağızı uğrunda da. Amma əli boş gedirik, şəxsiyyət vəsiqələrimizi belə götürmədik. Şəxsiyyət vəsiqələrimiz hansısa çəkməcədə qalır. Şəklimiz zamanla solub hər yerdə qalır. Sahib olduğumuzu kim xatırlayacaq? Varislər yalnız geridə qoyduğumuz şeyləri istəyirlər. İstər təpədəki malikanə olsun, istifadə edən müqəddəsin şəkli. Mətbəx lavabosunun yanında istər paslı tava olsun, istər otaq qazanı olsun. Varislər geridə qoyduğumuz hər şey uğrunda vuruşacaqlar. Bizdən başqa bir varis masanı alır, digəri deyir başını mən saxlayacağım. Atam ölməzdən əvvəl ona baxdım, varislər artıq qonaq otağında dava edirlər. Dəfn marasimimizdən əvvəl bunlar yırtıcı qarğalar kimi görünürlər. Hətta dəhlizdəki qoxumuzu belə hiss edirlər. Öləndə əli boş gedirik, şəxsiyyət vəsiqələrimizi belə götürürük. Açarları qoyuruq, maşınları qoyuruq, qalaları qoyuruq, zinət əşyalarını qoyuruq. Getmək vaxtı asandır, döyüşmək vaxtı çətindir. Varislər malikanə uğrunda mübarizə aparacaqlar. Otaq qazanı üçün, hətta tualet kağızı üçün amma əl boş gedirik. Şəxsiyyət vəsiqələrimizi belə götürmürük.
İster möhtəşəm saray olsun, ister küçük bir daxma olsun, Parislər hər şey üçün dava edəcəklər. Barışıq yoxdur, onlar öz paylarını istəyirlər. İndi hər şey istəyirlər. Onlar köhnə ayaqqabılarımız üçün dava edəcəklər. Onlar mebellərimiz üçün dava edəcəklər. Onlar otaq qasanımız üçün dava edəcəklər. Onlar geridə qoyduğumuz hər şey üçün dava her şey için